Salam əziz dostlar, dəyərli izləyicilər. Bugün mən Rasim Məmmədov sizlərin qarşısında mənə bir neçə ünvandan suala cavab verəcəm. Mənə sual verirlər ki, həyatımda ən böyük səhvim 1982-ci ildə hərbi xidmətdə olarkən bugünkü vətənpərvərlik hissləri ilə böyüyən bir gənc uşaq kimi əslən Gürcüstandan olan, Marneolidən olan bir Əliyev Zülfüqarı müdafiə etdiyimə görə, törətdiyim cinayətə görə həbs olunmağımdır. Bu mənim ən böyük səhvim və karyeramın demək olar ki, sonu idi. İkinci bir sual mənə ünvanlayıblar ki, nəyə görə bu yaxınlarda blogerlərlə bağlı, o qadın blogerin həbsi ilə bağlı niyə münasibət bildirmirsən? Bilirsiniz, hər bir insanın özünün öz tərbiyəsi, əxlaqı, öz həyat yolu var, tərzi var. Ümumiyyətlə, mən bu cür gənclərimizin bu kimi blogerlik edərək müəyyən bədən hissələrini nümayiş elətdirmək, müəyyən xoşa gəlməyən, milli adətlərimizə uyğun olmayan fikirlər söylədiyi üçün mən onları qəbul etmirəm, ancaq onlar da Allahın bir bəndəsidir. Nə edək ki, onları da Allah yaradıb. Biz məcburuq ki, bütün vətəndaşlarımıza hörmətlə yanaşaq. Yəni, şəxs övlad dünyaya gətirən nə övladı atmırıq, nə də valideyn atmırıq. Onlara məcburuq ki, biz yola verək. Ancaq mən məhkəmənin ədalətsizliyindən danışa bilərəm. Əlbəttə ki, 5 il 2 ay həbs cəzası çox böyük bir cəzadır 4 uşaqlarına üçün. Ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat qəzası, bu da bilirsiniz ki, həmişə buna güzəşt olunub və eyni zamanda 10 milyon xalqın gözünün içinə ağ yalanı sübut edərək, ağ yalan danışaraq bir insanı məhkəmə zalından həbs olunmasına mən etiraz edirəm. Bir çoxları var, deyir ki, qazilərin hərəkətlərinə, özlərinə qəsd etməklərinə niyə münasibət bildirmirsiniz? Bilirsiniz, mən sadəcə olaraq demək istəyirəm ki, özünə qəsd etmək də acizlikdir. Yox, özünə qəsd edirsən, heç olmasa bir neçə nəfərə də qəsd elə. Sonra özünə qəsd elə. Bu bir kişilik olar. Bilərsən ki, hansısa bir etiraza, hansısa bir mesaj verdin. Onun üçün də ədalətsiz məhkəməyə nə deyə bilərik ki, məhkəmə əgərlərin toxunulmazdırsa deyilirsə, biz ona necə toxuna bilərik, ancaq fikir söyləyə bilərik. Ancaq mən onu bilirəm ki, bu hadisədə də, bu verilən işlə bağlı da hansısa bir qüvvələrin əli olması istisna deyil. Çünki mümkün deyil ki, burada qərəz olmasın. Bir də cinayət var, cəza var, cəmiyyət var, cinayət var. Yəni, hər şeyin qədəri gözəldir. Mən inanıram ki, inanıram da deyə bilərəm, inanmıram da deyə bilərəm. Çünki Azərbaycanda çox şey gözləmək olar. Nə desən gözləyə bilərsən. Əgər heç olmasa, apellyasiya məhkəməsi o qadının ev tutaqlığı ilə və yaxud da ki, 5 il 2 ay şərti olaraq 4 az yaşlı uşağın olmasını nəzərə almırsa, deməli, burada ədalətdən söhbət gedə bilməz. Təşkilatla bağlı sual verirlər mənə, İctimai Nəzarət Koalisiyasına bağlı. Bəli, İctimai Nəzarət Koalisiyası Cənab Prezident İlham Əliyevin 2015-ci ildə əhalinin axınları açıldan sonra çıxışından sonra yaranır bir vətənpərvərlik hissi olaraq. İnsanlardan məmur xofunu götürmək üçün, haqqı demək üçün bir cəsarət üzərində biz çalışdıq ki, insanlar da bir balaca rahatlansınlar. Ancaq 10 ildən sonra bildiyiniz kimi nəticə nə oldu? Biz İctimai Nəzarət Koalisiyası, yəni 125 təşkilatın birləşdiyi koalisiyanın fəaliyyətini dayandırmışıq. Ancaq bilirsiniz ki, qeyri-hökumət təşkilatları ayrı-ayrılıqda İctimai Nəzarət həyata keçirən bir qurumdur. Vətəndaş Cəmiyyəti platformasıdır. Hər bir QHT rəhbəri, hər bir qeyri-hökumət təşkilatının üzvləri ictimai nəzarətçi olmalılar. Biz də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti olaraq, Sabiti və İnkişaf Mərkəzinin sədri olaraq bir ictimai nəzarəti həyata keçirən təşkilatıq.
koalisiyanın fəaliyyətini dayandırmışıq. Çünki 125 təşkilatın bir dənəsi belə olan haqsızlıqlara etiraz etmədi. Dərhal bizim həbsimizdən sonra onlar yoxa çıxdılar və qorxdular. Ona görə də qorxaqlarla biz hara gedə bilərik? İndi də öz təşkilatımızda bir qurum olaraq ictimai nəzarəti həyata keçiririk, təşkilat olaraq. İndi bizim təşkilatda da var, qorxaqlar var, cəsarətsizlər var. Onlarla hara gedəcəyik, onu yəqin ki, gələcək göstərəcək. İzləyicilərim tərəfindən mənə 4-cü sualda ünvanlanıb. Ümumiyyətlə bir neçə sual ünvanlanıb. 4-cü sual belədir. Ən xoşbəxt anlı günlərin, yəni xoşbəxtlik bir andır da. Mənim ən sevindiyim və ən xoşbəxt günüm 1982-ci ildə həbs olunandan azadlığa çıxan günü, 86-cı il, yanvar ayının 6-sında olmuşdur. Və xüsusilə ən xoşbəxt və sevindirici günüm isə elə həmin ildə rusların bir sözü var da, iz gryazi v knyazi. Yəni, həbsdən Moskvanın ən ali məktəbinə 4-5 ilə qəbul olmağım olur. Yəni, təsəvvür edin, 18 yaşında gənc həbs olunur 1982-ci ildə və eyni zamanda 1986-cı ildə həbsdən azad olunur. Elə həmin il bir neçə ay keçməmiş Moskva Tətbiqi Biotexnologiya Universitetinə 4 ədəd 5 almaqla mən ora qəbul olmağım olan günüm olub.